Əziz dostlar, əziz izləyicilər, neçə gündür biz Milli Fədailər Hərəkatı olaraq paylaşımlarımızda hər hansı bir şikayət, hər hansı bir dövlət orqanlarımızdan bizə qarşı hər hansı bir irad gəlməyib və bütün dövlət orqanları bizim fəaliyyətimizdən çox razıdır və buna baxmayaraq Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin deməli əməkdaşı, yəni səfir deməli onun adını çəkmək istəyirəm. Deməli Yevdokimov adlı şəxs tərəfindən deməli Rusiya Federasiyasının prezidenti Vladimir Putinin əmri ilə Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin sədri Aleksandr Barodnikov tərəfindən bizim əlaqə telefonumuz Samsung J100 telefonu bizim səhlənkarlığımız səbəbindən telefonumuz deməli bilirsiniz ki, səfirlik ünvanı mən sizə qeyd edeyim hardadır. Az 1022 Bakıxanov küçəsi 17 ünvanındadır və biz buradan Dövlət Təhlükəsizlik Xidmətinə və Daxili İşlər Nazirliyimizə xahiş edirik ki, bizim 051 582 2700 nömrəsini tapsın, uğurlanmış telefonu tapsın və Rusiya Federasiyasının aidiyyatı orqanlarının bilirsiniz ki 24 dekabr 2024-cü ildə Azərbaycan Respublikasının mülki təyyarəsi Azala məxsus təyyarə vurulduğuna görə və bizim vaxtilə 44 günlük müharibədə Azərbaycana məxsus silahlı qüvvələrinin hərbiçilərini və qazilərini deməli Xırdalan istiqamətində təxribat törətdiyinə görə və bilirsiniz ki, dövlət orqanlarımıza sızan Rusiya xüsusi xidmət orqanları əməkdaşları və bildiyiniz kimi Azərbaycanda fəaliyyət göstərən 340 Rus məktəbinin hamısı Rusiya xüsusi xidmət orqanlarının əməkdaşlarıdırlar və bizim əslində telefon nömrəmizi ələ keçirməklə, telefonumuzu verməməklə, telefonumuzun uğurlanması ilə bizə bir qorxu, bir xof bizi bu yoldan döndərmək istəyirlər. Ləyaqətsiz və şərəfsiz Vladimir Putin Ukrayna torpaqlarını işğal etdiyi bəs deyil. Hələ üstəlik Azərbaycana məxsus mülki təyyarəni 24 dekabr 2024-cü ildə səhlənkarlıqla vurub, hələ üzrxahlıq etməmiş Düşənbəyə çağırır bizim prezidentimizi və prezidentimizi aşağılamaqla məşğuldur və mən hesab edirəm ki, cənab prezident onu heç vaxt bağışlamayacaq və bugün bilirsiniz ki, Zəfər günündə onu belə dəvət eləmədi. Bilir ki, bu 44 günün müharibədə
hərbi qənimətlər parkında nümayiş olunan silahlar, Smeş raketləri və İskəndər M raketləri məhz Vladimir Putinin ali başkomandan olaraq ona məxsusdur və cənab prezident İlham Əliyev 15 iyun 2021-ci ildə Türkiyə Cumhuriyyəti prezidenti Rəcəb Tayyip Ərdoğanla imzaladığı müttəfiqlik müqaviləsinə əsas tutaraq bu gün Azadlıq meydanında, Hökumət evinin binasında Zəfər paradını keçirtdi. Mən nə deyə bilərəm? Əslində Rusiya FSB-sinin sədri Aleksandr Barotnikovun rəhbərlik etdiyi Rusiyanın cəsur şəbəkəsi Azərbaycan xalqına yem olaraq tutduğu vəzifədə rüşvətxorluğu, korrupsiya hallarına yol verdiyinə görə Dövlət Təhlükəsizlik Xidməti tərəfindən izlənən və cinayət məsuliyyətinə cəlb olunan Azərbaycan Milli Elmi Akademiyasının sabiq prezidenti, Azərbaycan Respublikası prezidentinin sabiq rəhbəri Ramiz Mehdiyev ətrafında haqlı və əsaslı tənqidlər baş verdiyi bir dövrdə mən onu xüsusi qeyd edeyim ki, mənim dostlarımla, sinif yoldaşlarımla, qrup yoldaşlarımla və uzun illər mənim Qalib Sultanlar qəzetində xüsusi müxbir kimi çalışdığım illərdə baş redaktor olduğum İdeal Sülhün Təbliği Fondunun mətbuat xidmətinin rəhbəri olmuş Bayram Afurzalı və o cümlədən Çin Xalq Respublikasının məşhur Foho şirkətinin distribütoru olduğum dövrdə tanıdığım Akif Xəlil və digərləri ilə mən telefon nömrələrin yəni artıq mənim yadımdan çıxdığına görə yəni qəsdən Rusiya Federasiyası xüsusi xidmət orqanları qəsdən mənim onlarla təmas qurmağıma maneçilik yaratmağa çalışırlar. Amma fərqində deyirlər ki, mənim hafizəm, mənim hətta onların yaşadığı ünvanları belə bilirəm və mən Azərbaycan Respublikasının prezidentini, cənab prezidentimizi İlham Əliyevi dəstəklədiyimə görə və Dövlət Təhlükəsizlik Xidmətinin rəisi hörmətli Əli Nağıyev cənablarını dəstəklədiyimə görə, hörmətli Daxili İşlər Nazirimiz Vilayət Eyvazovu təbrik etdiyimə görə və ona çox böyük hörmət elədiyimə görə və 2018-ci il prezident seçkilərində Azərbaycan Respublikasının baş naziri İlham Əliyevə səs verdiyimə görə 2024-cü ildə cənab prezidentimiz İlham Əliyevin dəstəkləyən seçki məntəqəsində müşahidəçi olduğuma görə mənim heç bir halda həbs olunma ehtimalım yoxdur. Digər tərəfdən mənim heç bir psixoloji problemim yoxdur. Mən sadəcə Rusiya Federasiyasına nifrət edirəm. Onun prezidentinə də, Rusiya Federasiyası prezidentinə də, Rusiya Federasiyası FSB-sinin sədrinə də, Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinə və Rusiya Federasiyasının Azərbaycandakı 340 Rus məktəbinə də haqlı qınaqlarım var, haqlı tənqidlərim var və mən hesab edirəm ki, nitqimdə heç bir qüsur yoxdur. Sadəcə mən fəxr edirəm ki, Rusiyanı tənqid edirəm və tənqid etməklə bərabər ailə üzvlərimi çox sevirəm və Azərbaycan Respublikasının dövlət himnini bilirəm, Azərbaycan Respublikasını sevirəm, Azərbaycan Respublikasının bayrağını sevirəm və təqsirləndirilən şəxslərin Rusiya Federasiyası xüsusi xidmət orqanları tərəfindən həbs olunmasını, şərləndiyini
demişəm, deyəcəm də və mən qorxmadan, çəkinmədən azad demokratik ölkədə yaşayıram və Milli Fədali Hərəkatın telefon nömrəsi mütləq tapılacaq və mən buradan tələb edirəm ki, mütləq Rusiya Federasiyasının Azərbaycandakı səfiri həbs olunmalıdır. Rusiyanın Azərbaycandakı səfirliyi bağlanmalıdır. Rusiyanın 340 Rus məktəbi bağlanmalıdır və bütün Rusiya-Azərbaycan Azərbaycan diplomatik münasibətlər kəsilməlidir. Əks təqdirdə mənim psixoloji problemimi yaradacaq səbəbkar dünyada beynəlxalq Haqa məhkəməsinə verilən Rusiya Federasiyasının prezidenti Vladimir Putindir. Mən Vladimir Putini hədələyirəm və onu təslim olmağa çağırıram. Ukrayna Respublikasının torpaqlarından çıxmağa çağırıram. Gürcüstan Respublikasında avtoritar rejimə son qoymağa çağırıram. Və Gürcü Arzusu Partiyasını istifaya çağırıram. Ukrayna Respublikasının prezidenti Zelenskinin təslim olmamağa çağırıram və ömrümüz sonuna qədər cənab prezident İlham Əliyevi dəstəkləyəcəm və onu qoruyacam, onu müdafiə edəcəm. Əziz dostlar, mən son damlama qədər mən bu yoldan dönməyəcəm. Mənim səhifəmi artıq heç kəs, heç bir hacker qruplaşmalar, nə Rusiyanın xüsusi xidmət orqanları, nə İran xüsusi xidmət orqanları, nə Ermənistan xüsusi xidmət orqanları silə bilməyəcəklər. Mən buradan xəbərdarlıq edirəm, Vladimir Putinə xəbərdarlıq edirəm, özü yığışdır və bu tulaları, iç sürüləri bizi yığışdır, mənim telefonumu təhvil ver, mənim dövlət orqanlarıma təhvil ver və özünü yığışdır, yoxsa mən başqa tonda danışacağam. Məni özümdən çıxarma. Mənim telefonumu ver. 051 582 2700 nömrəsini ver deyirəm. Aleksandr Barodnikov, sənin harada yaşadığını mən yaxşı bilirəm. Və səni mütləq beynəlxalq Haqa məhkəməsinə verəcəm. Çünki sən məcburi şəkildə Rusiyada yaşayan Azərbaycanlıları zorla döydürürsən, zorla Ukrayna cəbhəsinə göndərirsən və məndə bu barədə məlumat da var. Bir xain var, o xainin adını mən çəkəcəm. Kimdir o? O, deməli, Rusiya cəbhəsində döyüşüb və onun haqqında məndə məlumat var. Mən o məlumatı sizə çatdıracağım. Dostlar, Milli Fədali Hərəkatı elə belə yaranmayıb. Milli Fədali Hərəkatı 1905-ci ildə yaradılan Əhməd bəy Ağoğlu'nun təşkilatıdır. İndi mən həmin adamın adını sizə səsləndirəcəm. Həmin o vətən xainini hətta məni bilirsiniz ki, Rusiyanın Azərbaycandakı səfirliyinə də çağırmışdılar. Və məni orada hədələmişdilər ki, sən bir dəfəlik deməli, əgər sən Rusiya əleyhinə kampaniyanı dayandırmasan, sənin telefon nömrəni ələ keçirəcək, oğratdıracaq. Bilirsiniz ki, 340 Rus məktəbində oxuyan tulalar var və trollar var, Putinin trolları var və onlar bunu eləyiblər. Mən hesab edirəm ki, dərhal Rus məktəbləri bağlanmalıdır
və mən əminəm ki, Dövlət Təhlükəsizlik Xidməti də bizi izləyir, Daxili İşlər Nazirliyi izləyir. Onlar təqdir edirlər, fəxrlə izləyirlər və onlar da mənim fikirlərimlə razıdırlar. Onlar da hesab edirlər ki, Azərbaycan Respublikasının dövlət dili, Azərbaycan Respublikasının Konstitusiyasına görə 21-ci maddəsinə görə Azərbaycan dili dövlət dilidir. Dövlət Təhlükəsizlik Xidmətində, Daxili İşlər Nazirliyində xeyli vətənpərvər, Azərbaycan dilini mükəmməl bilən, rus dilini sevməyən insanlar var, kadrlarımız var. Mən Heydər Əliyev fondunda da xeyli sayda vətənpərvər igidlər var. Qarabağ Universitetində də igidlərimiz var ki, onlar Azərbaycan dilini sevirlər, türk dilini sevirlər. Mən həmin şəxsi sizə çatdıracağım. Həmin şəxs, həmin satqını. Deməli, bu vətən xaini, indi həmin adamın tarixini də deyəcəm sizə. Deməli, 8 noyabr 2025-ci ildə paylaşılıb. 8 noyabr 2025-ci il. Qardaş, həmin videonu mən tapacağam. Görək o həmin adam kimdir? Deməli 8 noyabr. Burada aynı tarixdə var. 8 noyabr. 8 noyabr. Deməli 8 noyabr. Deməli avqust 30-da Şəki rayonu Göypulaq kəndində doğulan Amid İsmailov. Bu alçaq, bu binamuz Rusiyanın FSB-sinin əməkdaşıdır və Rusiya vətəndaşıdır. Və cənab prezidentimizin ən uğurlu, bilirsiniz, addımlardan biri quru sərhədlərinin bağlanmasıdır. Və bilirsiniz ki, iki işğalçı ölkə var. Biri Rusiya, biri İrandır və onunla rəsmi olaraq quru sərhədlər bağlıdır.
və quru sərhədlərin bağlanması Azərbaycanın xeyrinədir ki, onlar gəlib burada anti-Ukrayna təbliğatı aparmasınlar. Ona görə də əziz dostlar, əziz izləyicilər, Azərbaycanda qorxmayın, Rusiyanın əleyhinə danışmağa qorxmayın. Əksinə cənab Prezident İlham Əliyevi dəstəkləməyə davam edin. Azərbaycanı dəstəkləməyə davam edin. Ulu öndərimiz Məhəmməd Əmin Rəsulzadəni, Əlfəz Elçibəyi dəstəkləməyə davam edin. Və sərbəst şəkildə məhkəmələrə də gəlin. Və mən bir daha xahiş edirəm, xəbərdarlıq edirəm ki, mənim telefon nömrəmi verin. Mənim Azad Kir səhifəm bilirsiniz ki, fəaliyyət göstərsə də izləyicilərin sayı azalıb və Azad Kir səhifəsi də Rusiya, İran Fezbes tərəfindən, İran deməli İttihatı tərəfindən ələ keçirilib və Müsəlman Birlik Hərəkatının sədri Talib Bağırzadə tərəfindən ələ keçirilib. Talib Bağırzadə kimi binamus, bir şərəf, Gəncə hadisələrini törədən şərəfsiz mənim Azad Kir səhifəmi ələ keçirib, mənim adımdan bəzi videolar paylaşır. Mən həmin səhifəni deməli çox sevindirici haldır ki, o videoları silə bilmirlər. Bilirsiniz ki, xaricdə yaşayan blogerlər və Azərbaycanda dövlət televiziyalarında və özəl televiziyalarında yayınlanan videoların paylaşımlarında da deməli mən rəsmi olaraq sizə məlumat verim ki, deməli mənim səhifəm ayın neçəsində fəaliyyətini ələ keçirib. Ən son paylaşdığım deməli 6 iyun 2025-ci ildə olub və həmin paylaşımı da ələ keçirən Talib Bağırzadədir. Mən bilmirəm Talib Bağırzadə həbsdə necə bunu eləyib və yenə də lənət olsun. Bir daha hər birinizə təşəkkür edirəm. Allah Putinin bəlasını versin. Görək mənim telefon nömrəm Daxili İşlər Nazirimiz, hörmətli Vilayət Eyvazov və hörmətli Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə yəqin ki çatıb. Onlar bizə kömək edəcəklər. Biz ümidvarıq, biz müraciət eləmişik. İnşallah Rusiyanın Azərbaycandakı səfiri barəsində cinayət işi açacaqlar. Çünki sıravi bir Azərbaycanlının Azərbaycanlıya nə ixtiyarı var ki, telefonu uğurlatdırsın və telefonu, bura Rusiyanın xarabası deyil. Yəni, siz bu zirzibillərinizi gedin Moskvada eləyin, Sankt-Peterburgda eləyin, nə bilim, Voronejdə eləyin. Bura Azərbaycan müstəqil dövlətdir və biz 20 yanvar şəhidlərini vermişik. Biz 44 günlükdə müharibədə şəhid vermişik. Antiterror əməliyyatında sizdən qanla Xankəndini, Xocalını, Əsgəranı, Xocavəndi, Ağdərəni, Şuşanı, Cəbrayılı, Qubadlını, Zəngilanı dəmir yumruğumuzla almışıq. Ona görə sizin nə ixtiyarınız var ki, mənim telefon nömrəmi ələ keçirib verməyəsiniz. Nəysə, mən bu barədə mətbuata açıqlamamı verdim. İndi görək mətbuat mənim barəmdə nə bəyanat verəcək. Mən Media İnkişaf Agentliyinə də buradan müraciət edirəm. Audiovizual Şuraya da müraciət edirəm və Mətbuat Şurasına da müraciət edirəm ki, mənim telefon nömrəm barəsində köməkli eləsinlər və bu dələduz Rusiyanın Azərbaycandakı səfiri
Deməli bu adam kimdir? Mən onun adını da çəkim. Yevdokimov. Yevdokimov kimdir? Mən onun haqqında məlumat verim. Qoy xalq da bilsin bu kimdir. 3 avqust 1959-cu ildə dünyaya gəlib. 1981-ci ildə SSR Xarici Nazirliyi Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirmişdir. 1981-ci ildən Xarici Nazirliyində işləyir. 1981-83-cü illərdə SSR Xarici Nazirliyinin Ümumi Beynəlxalq Problemlər İdarəsində referent və baş referent olub. 1983-88-ci illərdə Rusiyanın Belçika Krallığındakı səfirliyinin ateşesi 3-cü katibi, 1988-1991-ci ildə SSR Xarici Nazirliyinin Elmi Koordinasiya Mərkəzinin 3-cü katibi, 2-ci katibi və 1-ci katibi, 1991-95-ci illərdə SSR Rusiyanın Brüsseldəki Avropa Birlikləri yanında daimi nümayəndəliyin 2-ci katibi, 1-ci katibi olub. 1995-97-ci illərdə Rusiya Xarici Nazirliyinin İqtisadi Əməkdaşlıq Departamentində müşavir, şöbə müdürü, 1997-2001-ci ildə İsveçrənin Cenevre şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Rusiyanın daimi nümayəndəliyinin baş müşaviri olub. 2001, yəni artıq Putin prezidentlik dövründə 2001-2011-ci illərdə Rusiya Xarici Nazirliyinin Ümumi Avropa Əməkdaşlığı Departamentində şöbə müdürü, direktor müavini, 2011-2023-cü illərdə Rusiya Xarici Nazirliyinin MDB ölkələri üzrə 1-ci departamentinin direktoru, iyunun 2023-cü ildə Rusiya Federasiyası Respublikasındakı səfiri və bu adam İngilis, Fransız dillərini bilir, evlidir, bir oğlu var. Və mən bu barədə artıq Dövlət Təhlükəsizlik Xidmətinə və Daxili Nazirinə də məlumat verdim. Bu adamın deməli bu barədə rus dilində də indi məlumatı sizə çatdıracağım. Deməli bu rus dilində çevirək. Bu Azərbaycan rus dili. Görək rus dilində Wikipediyada varmı onun haqqında məlumat. Deməli Azərbaycan mid.ru saytıdır. Deməli və burada rəsmi olaraq heç bir spesifik basol. Deməli 2023-cü ildə 14 iyundan etibarən səfirdir. Rus dilində məlumatlar var. Deməli bu adam, indi bu ordenləri mən sizə tərcümə eləyəcəm Azərbaycan dilinə. Təbii ki, Azərbaycan dilinin Azərbaycan Respublikasının 21-ci maddəsinə görə deməli Azərbaycan. Deməli Rusiya xarici siyasətinin həyata keçirilməsinə verdiyi əhəmiyyətli töhfəyə uzun müddətli vicdanlı dırnaq arasında diplomatik xidmətə görə 2024-cü il 22 iyunda Aleksandr Nevski ordeni alıb. Dırnaq arasındakı şərəf ordeni 30 mart 2020-ci ildə xarici siyasətin həyata keçirilməsində verdiyi əhəmiyyətli töhfəyə, yəni cəsur fəaliyyətinə görə
uzun müddətli vicdanlı dırnaq arasında diplomatik xidmətinə görə 26 fevral 2015-ci ildə dırnaq arasında Azala məxsus təyyarəni terror törətdiyinə görə deməli orden alıb Putindən Rusiya Federasiyasının xarici siyasətin həyata keçirilməsindəki xidmətlərinə və uzun müddətli səmərəli fəaliyyətinə görə ikinci dərəcəli dırnaq arasında Rusiyaya xidmətə ordeni medalı 17 yanvar 2005-ci ildə Avrasiya İqtisadi Birliyinin yaradılmasına verdiyi töhfəyə görə medalı 8 may 2015-ci ildə 29 may 2019-cu ildə Avrasiya İqtisadi Birliyinin inkişafına verdiyi töhfəyə görə və MDB Parlamentararası Assambleyanın orqanların fəaliyyətinə köməklik etdiyinə görə MDB Parlament Assambleyasının 25 ilində 13 oktyabr 2017-ci ildə deməli xatirə nişanı ilə layiq görülüb. Baxın, rəsmi saytda deməli bu adamın deməli bir dəqiqə Sələfi Mikhail Nikolayeviç Paçornikov qeyd olunur və onun əlaqə telefonu və ev nömrəsi burada yoxdur. Ümumiyyətlə mən hesab edirəm ki, Rusiya dünyada ən terrorçu, ən kriminal dövlətdir və Rusiya bilirsiniz ki, nə qədər xalqları əsarətdə saxlayır və əsarətdə saxladığı türk xalqlarının adlarını mən sizə çəkmək istəyirəm. Onlar hansılardır? Deməli, rəsmi olaraq Tatar, Başqırt, Çuvaş, Kazak, Yakut, Kumuk, Tuva, Qaraçay, Balkar, Krım tatarları, Nogay, Hakasya, Altay, Yakutya, Yaka türkmənləri, Şorlar, deməli Moldovadakı Qaqavuzlar, Dolqanlar və Tofalar. Rəsmi olaraq bilirsiniz ki, Qondarma Adigey Respublikası, Altay Respublikası, Başqırtıstan Respublikası, Buryata Respublikası, Çeçenistan Respublikası, Çuvaşistan Respublikası, Dağıstan Respublikası, yəni Dağlılar. Bilirsiniz ki, 1860-cı il Çar Rusiyası təhkimçilik hüququndan sonra Dəmir Qapı Dərbəndi Maçqala birləşdirmişdir. İnguşetiya Respublikası, Kabardi-Balkar Respublikası, Kalmuk Respublikası, Qaraca Çərkəz Respublikası, Kareliya Respublikası, Xakasya Respublikası, Komi Respublikası, Mari El Respublikası, Mordoviya Respublikası, Şimali Asetiya və Cənubi Asetiya Respublikası, Dnestriyanı Respublikası, Donetsk, Lugansk, deməli Xerson, Zaporoji Respublikası, Qondarma Respublikalardır bunlar, separatçı respublikalardır. Tataristan Respublikası, Tuva Respublikası, Udmurtiya Respublikası əsarətdə saxlayır. Diqqətinizə görə çox sağ olun. Mən sonda Azərbaycan Respublikasının dövlət himni ilə canlı yayımı bitirmək istəyirəm. Azərbaycan, Azərbaycan, ey qəhrəman övladın şanlı vətəni,
Səndən ötürü can verməyə cümlə hazırız. Səndən ötürü qan tökməyə cümlə qadiriz. Üç rəngli bayrağında məsud yaşa.